Paşinyan Putinə Bakı ilə Amerika Birləşmiş Ştatlarında imzaladığı sazişin Rusiyaya faydasından danışdı. Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması Rusiya ilə münasibətlərin inkişafı üçün yeni imkanlar açacaq. Report Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə iki tərəfli görüşdə bildirib. Biz 8 avqustdan sonra telefon danışığımızda qeyd eləmişdik. Əldə olunmuş sülh Ermənistan və Rusiya arasında iki tərəfli münasibətlərin daha da inkişafı üçün yeni imkanlar açır. Bu artıq baş verib. Çünki qatarlar Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzitlə gəlməyə başlayıb deyə Paşinyan qeyd edib. Öz növbəsində Putin qeyd edib ki, Moskva ilə İrəvan arasında münasibətlər inkişaf edir. O həmçinin atom enerjisi sahəsində layihələr də daxil olmaqla energetika sahəsində əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb.